sözlərə baxaq. Bunları ayıra bilmirik ki, zərfdir, yoxsa feili bağlama. Niyə ayıramlar? Çünki feili bağlamanın belə şəkilçisi var, düzdür. Zərfdə belə şəkilçi yoxdur. Amma bu cür bitən sözlər var ki, bunlarla bitən. Bilmirsən, feili bağlamadır, yoxsa zərf. Baxın, deyirəm ki, usta naqili qoşa-qoşa söhbəti davam elətdirir. Neyinir? Qoşur da, düzdür. Burada feili görürəm, hərəkəti görürəm. Deməli, bu oldu, naqili qoşa-qoşa işini görür, söhbət eləyirsə, bu oldu, feili bağlama. Düzdür. Bir də deyirəm ki, onlar qoşa-qoşa gedirlər. Burada qoşa iki mənasını verir. Necə gedirlər? Qoşa-qoşa. O olacaq zərf. Çünki orada qoşmaq feili görmürsən. Qoşa-qoşa iki deməkdir. Messi tipa. Düzdür. Feil deyil. Feilin yanında gəlirsə, deməli zərf olacaq. Bir də deyirəm, göydə uçan qoşa-qoşa durnalar. Cüt-cüt. Necə? Cüt-cüt. Bu da oldu sifət. Çünki ismin yanındadır. Yəni işlənməsinə görə qoşa-qoşa durnalar ola bilər. Qoşa-qoşa gedirlər. Bir də deyirəm ki, naqili qoşa-qoşa. İndi burada dönə-dönə. Deyirəm ki, o tini dönə-dönə. Bu sizcə zərfdir, yoxsa feili bağlama? Tini dönür. Dönə-dönə. Feili bağlama. Feili bağlama feildir axı. Dönməyi tutdun orada. Feili bağlama. Bir də deyirəm ki, mən bunu sənə dönə-dönə demişəm. Bunu o qərarlayırlar. Bu zərfdir. Sonra üz-üzə var, bir də var üzə-üzə. Onların biri feili bağlamadır, biri zərfdir. Sizcə hansıdır feili bağlama? Üzə-üzə Üzə-üzə feili bağlamadır. Üz-üzə nədir? Zərf. Zərfdir. İkisi də feilin yanında gəlir. Üzə-üzə gedirlər. Üz-üzə oturublar. İkisi də feilin yanındadır. Feili bağlama da zərfdir. İkisi də feilin yanında gəlir. Onun tərzini bildirir. Amma feili bağlama feildir. Amma zərf feil deyil ha. Bu oldu nə? Zərf. Bir də deyirəm ki, o yana-yana danışır. Zərf yoxsa feili bağlama? Yana-yana da feili bağlama. Feili bağlama.